Biz bugün demək olar ki, bütün anaların problemi olan və bütün anaların ən çox həll eləmək istədiyi bir məsələdən söhbət açacağıq. Uşaqların, körpələrin yuxu problemi. Və mənimlə həmsöhbət Sahilə xanım Mahmudova, körpələrin yuxusu üzrə mütəxəssis. Salam Sahilə xanım. Salam Leyla xanım, hər vaxtınız xeyir olsun. Sizi görmək çox xoşdur. Mənim üçün də çox xoşdur. Təşəkkür edirəm dəvətiniz üçün. 21-ci əsrdə yuxu niyə problemə çevrilib? Yoxsa bu problem həmişədən mövcud olub? Mən düşünürəm ki, bu problem həmişə var idi, ancaq bunu ortaya çıxardan, bunu problem kimi görən kimsə yox idi. Hamı deyirdi ki, uşaq belə olmalıdır, gecə narahat yatır. Yəni hamı uşağı belə qəbul eləmişdi. Ya da ki, bəliyib çox yellədib, belə keçirirdilər Bəli, 1-2 bəli. illərini. Ancaq yelləyərək və yaxud da əmizdirərək günlərini keçirirdilər ki, bu uşaq nə vaxtsa böyüyəcək və düzələcək. Amma indi artıq problemin həlli var. Düzdür, ölkəmizdə hələ də bu aktual deyil. Ölkəmiz hələ də əvvəlki kimi düşünür. İnsanların çoxu. Daha deyərdim ki, daha çox indiki nəsil bu sosial şəbəkədə, videolarda, xarici ölkələrdə görürlər. Artıq məlumatlıdırlar ki, belə bir şey var. Rahat yatmaq olarmış. Bəli. Belə bir həyat da var. Bəli, bəli, amma hələ də aktual deyil deyim ki, amma xarici ölkədə aktualdır. Mən düşünürəm ki, müasir zamanda həm də ki, texnologiyalar bir qədər təsir eləyə bilərmi uşaqlara? Çünki uşaqlar hətta gəzintiyə çıxanda belə görürük ki, çox ekranlar hər yerdə. Bəli. Hətta bizim yataq otağımızda çöldəki reklam bannerlərindən işıq düşür, neon işıqlar düşür. Bunlar hamısı uşağın əsəb sisteminə, yuxusuna təsir eləyirmi? Bəli, bəli, bunlar hamısı qıcıqlandırıcı faktorlardır. Türklərdə belə bir söz var, uyaran. Azərbaycan dilində tam mənası yoxdur, qıcıqlandırmaq kimi gedir. Amma yuxuda məsələn körpənin yuxu öncəsi uyaran faktorlar mütləq yuxusuna təsir eləyir. Gördüyü çoxlu ekranda o rəngbərəng dəyişən epizodlar, bilirik ki, görüntülü indi danışıq dəbdir, düzdür? O daha zərərsizdir. Niyə? Çünki interaktiv söhbət gedir orada. Yəni keyləşib ekrana baxmır uşaq. Amma yəni hər yerdə ekran, hər yerdə yüksək səslər, işıqlar, əlbəttə ki, bunlar nisbətən, keçmişə nisbətən çox təsir eləyir. O zaman belə çıxır ki, telefon da təsiri. Əgər bir uşaq pis yatırsa, Bəli. çətin yuxuya gedirsə, bəlkə onun ekran zamanını da azaltmağa Bəli, ehtiyac bəli, var. mütləq o uşağın biz təlim öncəsi də araşdırırıq ki, uşağın həyatında ekran varmı? Varsa nə qədər var? Hansı müddətdə baxır? Bunlar çox əhəmilidir, çünki yuxuya təsir eləyir. Fərq var planşet telefon ekranı ilə böyük ekran arasında? Xeyr, heç bir fərq yoxdur, çünki orada əsas baxdığıdır. Yuxu məsuliyyəti ümumiyyətlə daha çox anaların üzərində olur. Atalar bir qədər kənarda qalır. Siz necə düşünürsüz? Elə belə də yaxşıdır, yoxsa ata da necəsə iştirak eləyə bilər körpənin yuxuya getməsində? Məncə etməlidir, çünki bilirsiniz ki, qadın öhdəlikləri onsuz da çoxdur. Bunu müştərək şəkildə bölə bilərlər. Məsələn, ana yatızdırma qismində varsa belə, ata işdən gələndən sonra məsələn anadan uşağı alıb 1 saat onunla vaxt keçirsə, o belə anaya kifayət eləyir ki, o biraz dincəlsin, özünə vaxt ayırsın. Yatızdırmağı isə bölüşdürə bilərlər. Məsələn, gecə yuxusunu ata yatızdıra bilər. Gecə uşaq 5 dəfə oyanırsa, ata heç olmasa ikisində anaya kömək edə bilər. Məncə mütləq kömək olmalıdır, amma təəssüf ki, eləmirlər. Nadir hallarda bu. Amma Məncə qorxurlar daha çox. Amma mən deyərdim ki, o da indiki nəsildə daha çoxdur. Bu cavan ailələrdə bu var. Mən təlim keçdiyim analarda atalar çox gözəl iştirak eləyir. Təlimdə indiki aktual. atalar daha Bəli, bəli. iştirakçıdırlar həqiqətən. Özləri Valideyn də. olaraq özlərini yaxşı göstərirlər. Hətta mən bir dəfə bir təlimdə ataya təlim verirdim. Ana yanındaydı, amma detallı şəkildə açıqlamanı ata verirdi, çox həvəslə. Yəni var, elə atalar da Mən var. ümumiyyətlə fikir vermişəm. Müasir zamanda atalar çox həm iştirakçı olublar, həm aktiv maraqlanırlar uşaqlarının hər bir şeyi ilə, xəstəliyi ilə, sağlığı ilə. Həkimi ilə. Bu çox təqdirə layiq bir. Bəli, bəli. Deyərdim ki, amma tək yaşayan ailələrdə bu daha çoxdur. Hansı ki, nənə baba ilə yaşayırlar. Orada biraz da müdaxilə var və ata da nənədən, babadan nə görübsə, o təsir eləyir biraz. Onlarda müdaxilə, uşaq baxımından müdaxilə daha azdır. Daha çox ananın üzərinə öhdəlik verirlər, belə deyək. Elə olur.
Mən həm də ki eşitmişəm ki, sanki körpələr ata yatızdıranda həm daha tez, həm daha dərin yuxuya Bəli. gedirlər. Həqiqətən var elə bir şey. Bəli, bəli. Atalar daha sakit olur. Hətta analar bəzən deyir ki, özümü çox pis hiss eləyirəm. Mən girirəm 1 saata yatızdırıram, ağlayır, amma ata girir 5 dəqiqə sonra rahatlıqla çıxır. Bu əslində faktdır. Ataların gərginlik səviyyəsi aşağı olur, hətta yoxdur. Yəni baxır ki, uşağı yatızdıracam, burada nə var ki, qoyacam. Təşvişləri yoxdur deyə. Bəli, Uşaq bəli. da daha O sakit. rahatlığı hiss eləyir. Amerikada belə bir üsul çox populyardır. Necə adlanır o? Uşağı qoyursan Ferber metodu. Uşağı beşikdə qoyursan, ağlayır, yaxınlaşmırsan. O görür ki, heç kim yaxınlaşmır və özü-özünə yuxuya getməyə başlayır və 2 gün, 3 gün, 1 həftə uşaq başa düşür ki, onun ağlamağının heç bir mənası yoxdur və beşikdə özü yatır. Belə bir metodu istifadə etmək bu günümüzdə doğrudurmu, yaxşıdırmı, hansı mənfiləri var? Çünki mənfilərdən çox eşitmişəm mənfi təsirlərinə. Siz desəz maraqlı olardı. Leyla xanım, ümumiyyətlə Ferber metodu mən istifadə etmirəm. Mən onu heç kimə tövsiyə etmirəm. Ancaq belə deyim ki, o Ferber metodunda belə uşağın bütün ehtiyacları ödənilir, sonra beşiyə qoyulur. Müxtəlif metodlar var. Kim-West metodu da var. Sonra belə götür-qoy metodu var. Tracy Hawk hansı ki o kəşf eləyib, ona görə onun adı ilə adlandırılır. Ancaq o metod hər adamda işə yaramır. Elə uşaq var ki, məsələn, ilk gündən bunu başa düşür və o isterikalar getdikcə aşağı düşür. Onun üçün daha rahatdır. Kimsə görəndə daha gec yatır, amma tək qalanda daha tez yatır. Elə onun işə yaradığı uşaqlar var, amma bu o demək deyil ki, biz bu metodu tövsiyə eləyirik. Hər uşağa özəl bir metod Bəli, mütləq. Çünki uşağın mən o metodların heç birini istifadə eləmirəm düzünü desəm. Çünki mən düşünmürəm ki, uşaq ana uşağın yanında yatırsa, yəni ana uşağın yanında qalırsa, uşağın yuxu keyfiyyəti aşağı düşür. Belə bir şey yoxdur. Siz daha yumşaq. Bəli, hətta deyərdim ki, elə ana var ki, deyir mənimlə yatmağını istəyirəm. Biz ananın yanında yenə keyfiyyətli yuxunu təmin edə bilirik. Yəni şərt deyil ki, uşaq beşikdə yatsın. Mən həmişə deyirəm, uşaq yerdə, göydə fərqi yoxdur harda yatacaq. Ola bilər ki, yer yatağında rahat olsun. Biz sadəcə istəyirik ki, o keyfiyyətli yuxu yatsın. Yəni bu Instagramda bir dəb var. Uşağı qoydum, çıxdım, baxın otaqda özü yatdı. Yəni bu dəb deyil də. Biz ora çatmağa çalışmırıq. Bizim üçün əsas odur ki, uşağın həm güvəni zədələnməsin, həm yuxusu keyfiyyətli olsun. Ana-bala bağı zədələnməsin. Məsələn, o otaqda qoyum çıxım. Biz heç vaxt təlimlərdə o mərhələyə çatmırıq. O həm də ki təhlükəlidir. Çünki uşaq ağlayaraq ya boğula bilər, orada nələrsə baş verə bilər. Qaytara bilər, qusa bilər və boğula bilər həmin. Bilirsiniz, həm də orada vaxt verirlər ki, məsələn 40 dəqiqə heç içəri girmə. Məsələn 40 dəqiqədə biz nə bilirik orada nə baş verəcək? Məsələn mən heç o qucağa alma müddətini belə deyə bilmirəm ki, 2 dəqiqə gözləyin, sonra götürün. Çünki orada elə bir situasiya ola bilər ki, uşaq 5-ci saniyəsində o qədər isterik ağlaya bilər ki, heç nəinki 2 dəqiqə, heç 10 saniyə belə gözləmək mümkün olmaz. Ona görə tamamilə uşağa özəl, uşaq bizi necə yönləndirir, ona özəl yanaşmaq lazımdır. Yəni hər ananın istəyini nəzərə alaraq siz uşağa bir metod seçirsiniz. Bəli. Ümumiyyətlə sizin təcrübənizdə olubmu ki, elə siz fərqli metodlar seçmisiniz və yenə də uşaq yatmayıb? Və bütün uşaqlar yatırmı, yoxsa elə bir uşaq ola bilərmi ki, o həqiqətən yatmır? Yatmasın. Bilirsiniz Leyla xanım, uşaqlar temperamentinə görə fərqlənir. Həqiqətən fərqli temperamentdə uşaqlar görmüşəm, hansı ki çox dirənən. Yəni lazımdır ki, biz 1 ay yox, 2 ay üzərində işləyək. Amma bu iş mənə göstərib ki, heç bir zəhmət bəhrəsiz qalmır. Əvvəl bunu bir cümlə kimi deyirdim, amma indi həqiqətən bu iş mənə sübut eləyib ki, axır əvvəl alınır, sadəcə ana stabil qalmalıdır. Yəni əgər uşağın tibbi bir problemi yoxdursa, yəni sağlamdır, pediatr tərəfindən rəy bildirilib ki, bu uşaq yaxşıdır, hər şey bu uşaqda və ana da stabil qalırsa, görməmişəm elə uşaq. Əgər alınmayıbsa, ana deməli stabil qalır. Ana özgüvənli olmalıdır bu məsələdə, axıra qədər getməlidir. Yəni deməsin ki, ayda alınmadı, 1 aydan sonra buraxım. Təbii ki, çox səbir tələb eləyir. Bir də uşaqların rejimi ilə bağlı sizdən soruşmaq istirdim. Uşaq mütləq şəkildə erkəndən oyanmalıdırmı?
yoxsa saat 10-da, 11-də oyana bilər? Bir də erkəndən yatmalıdırmı? Yəni ola bilərmi ki, uşaq öz atasını gözləyərək 11-dən sonra yatsın, ya da ki, qonaqlar varsa 11-də, 12-də yatsın, yoxsa biz hər zaman qorumalıyıq onun rejimini ki, 9-da yatsın, deyək ki, 7-də dursun. Bilirsiniz, birinci erkən oyanma niyə vacibdir? Əgər biz uşağın erkən yatmağını istəyiriksə, bilirəm anaların arzusudur, gecə oyansınlar, amma erkən yatsınlar. Amma belə mümkün deyil. Əgər biz tez yatmağını istəyiriksə, birinci günə tez başlamalıdır. Baxın, günün ritmi var. Səhər durur, günəş şüası görür, birinci qidalanmasını vaxtında edir. Uşağın bir rutini olur və rutin o qədər vacibdir ki, uşaq özünü güvəndə hiss eləyir ki, məsələn, indi yemək yedim, bundan sonra yatacağam və bunu təxmin eləyəndə özünü güvəndə hiss eləyir. Həm bədəni Bəli, o bioloji yuxu saatı, ümumiyyətlə bioloji ritmi formalaşır. Amma əgər günə gec başladısa, 10-da, 11-də, 2-də oyanan uşaqlar görmüşəm. O uşağın ümumiyyətlə səhər yeməyini qaçırır, səhər havasını qaçırır və ən pisi isə gecə saat 2-də, 3-də yatır. Vacibdir ki, səhər günə tez başlasın. Gecə yuxusu isə istisna hallar əlbəttə ki, ola bilər. Biz robot deyilik, qonaq gedə bilərik, qonaq gələ bilər. Amma bir gün istisna hallar qaydanı pozmur. Bir gün pozsaq, bu gün pozuldu, daha biz rejimli deyilik, elə bir şey olmur. Sabahdan yenə eyni qaydada davam etmək lazımdır. Çünki uşağın həm zehni, həm fiziki inkişafı saat 10-dan sonra gecə o 2-yə qədər olan müddət çox vacibdir. 7-yə qədər isə zehni inkişaf davam edir, səhər saat 7-yə qədər. Uşaq bu saatları qaçıranda sağlamlığını sağlamlığına təsir eləyir, iştahsız olur. Diqqət etmisiniz, mən bununla rastlaşmışam. Düzdür, boy uzanması genetikdir, amma o vaxtında yatmayan uşaqlarda o genetik faktoru bir kənara qoyuruq, amma kənar faktorlar da əlbəttə ki, təsir eləyir. Ana deyirdi ki, məsələn, uşağın boy artımı daha yaxşı olub. Vaxtında yatandan sonra daha sürətli olur. Yəqin ki, həm də iştahı da daha Bəli, iştahları çox gözəl artır. Çünki vaxtsız gecə qidalanması olan uşaqlar var, gecə 4-5 dəfə durub qidalanan uşaqlar var. Bunların hər biri iştaha, ümumiyyətlə günün ritminə təsir eləyir. Məndə əslində elə olub ki, 1-2 gün qonaq gedib gəlmişik və rejimimiz elə pozulub ki, yarım il sonra geri qaytara bilməmişəm. Həqiqətən 1-2 dəfə rejimi yatmağı biraz gecə oldu deyə mən bəlkə də 4-5 ay onu qaytara bilməmişəm normal saatda. Heç cür alınmayıb da. Etap keçmiş. Yəqin ki, orada siz gec yatdığına görə gec oyanmasına icazə vermisiniz və orada zəncirvari döngü başlayıb. Elə bir şey alındı. Onu qaytarmaq çox çətin oldu. Əslində amma çox asan idi. Səhərsi gün yenə siz günə tez başlasaydınız, uşaq qaldığı yerdən davam eləyərdi. O döngü pozulur, ana düşünür, o yatmamalıyam, az yatıb. Deməli, o gec yatıb, gec oyanırsa biz səhərdən başlamalıyıq. Səhəri daha erkəndən oyanmalıdır ki. Bəli, saatlar əvvələ çəkilir. Daha tez yatırmağın heç bir mənası yoxdur orada. Yox, çünki qəbul eləməyəcək. Məsələn, səhər 8-də oyanan uşağın avtomatik axşam yuxusu 9-lara təsadüf eləyir. Amma biz səhər uşağı 11-də oyatsaq, amma necə oldu ki, 9-da yatmayacaq. Yatsa da 1-2 saat oyanacaq və onu gecə yuxusu kimi qəbul eləməyəcək. Oturacaq ki, mən oynamaq üçün durmuşam. Bədəni qəbul eləməyəcək onu. Günorta yuxusundan nə vaxt imtina eləmək olar? Elə uşaq var 2 yaşından artıq. Bizdə belə bir period olub. 2 yaşda məhz 2 yaşı olanda yatmayıb. Amma sonra qayıdıb 1-2 ay, sonra artıq geri qayıdıb günorta yuxusu. Ümumiyyətlə imtina eləmək olarmı 2 yaşdan sonra yoxsa? 2 yaş biraz tezdir deyim. Orada 2 yaşda əslində imtina etmək istəmir. 24-cü ayda uşaq yuxu geriləməsi yaşayır, ayrılıq qayğısı yaşayır. 2 yaş böhranı var və uşaq o qədər qarmaqarışıq bir dövrdən keçir ki, gündüz yuxusuna dirənir. Əslində yuxusu gəlir. Orada siz müşahidə aparsanız görərsiniz ki, yuxusu gəlir, amma yatmaq istəmir. O imtina deyil. Gündüz yuxusundan adətən 3 yaşdan sonra imtina edirlər. 3 yaş, 3 yaş yarım, amma 5 yaşında da gündüz yuxusu yatan uşaq var. Amma mən gündüz yuxusunu böyüklərdə baş bəlası adlandırıram. Niyə? Çünki uşaq yatır, gecə yuxusu gecikir. Çox yatır, gecə oyanıb oyaq qalır. Orada o balansı tutturmaq o qədər çətindir ki, məsələn, indiki bağçalarda 3 saat gündüz yuxusu yatızdırırlar. Mənə müraciət eləyir analar, uşağın bağçaya gedir, gecə yatmaq bilmir. 12-1-də yata bilmir. Deyirəm, axı yuxusu yoxdur, çünki gündüz 3 saat yuxu yatıb bu uşaq. Həmən vaxtı azaltmaq lazımdır, amma təəssüf ki, bağçalarda imtina eləyir azaltmaqdan. Çünki əlavə diqqət lazımdır oyanan uşağa. Oyaq saxlayanda yanında kimsə qalmalıdır və s. Heç kimə sərf etmir bu.
Amma gündüz yuxusu, yəni zamanında orada balansı tutturmaq lazımdır. Əgər uşağın ehtiyacı varsa, 3 yaşı var, 4 yaşı var, müddət 30-45 dəqiqə mürgüləsin, oyansın. Bizim bağçada icazə verirlər. Qızımın artıq 3 yaşı Nə olur. gözəl. Montessori sistemi ilə gedir bağça və orada deyirlər, əgər yatmaq istəmirsən, sadəcə uzana bilərsən. Öz oyuncağı ilə uzanır, sakitcə nəsə məşğul olur. Hə. Bəzən yarım saat yatır, 40 dəqiqə yatır, bəzən yatır 1 saat, 1 saat yatır. Bəs onda gecənizə təsir edirmi? Gecə yuxunuz gecikirmi, yəni yatdığı gün? Yatdığı gün əslində məncə normal gedir. Yatdığı gün mən onu 13 saat sonra yatızdırıram. Oyandığı saatdan 13 saat sonra. Yatmadığı gün isə neçədə oyanıbsa, həmin saatda yatızdırıram. Məsələn 8-də oyanırsa, axşam da 8-də yatızdırırsınız. Axşam 8-də yatızdırıram. Çünki günorta yatmayıb. Amma yatıbsa 1 saat, 9-10-un yarısı belə yatızdırıram. Bəli, elə belə də olmalıdır. Çünki orada dincəlmə varsa ki, məsələn mən şəxsi təcrübəmdə də görmüşəm. Qızım bağçaya başladı 3 yaş yarımda. Və başladı gündüz yuxusunu orada yatmağa. Uşaq gəlirdi, yata bilmir. Yəni oynamaq istəmir, otaqdan çıxmır, yerin içində fırlanır, yuxu gəlmir. Deməli ona yatmaq lazımdır. Mən onda dedim, bəli, müdiriyyətdən xahiş elədim ki, artıq yatızdırmayın. O çünki gecə əziyyət çəkir və ona bu dövrdə gecə yuxusu daha vacibdir. Nəinki o gündüz o qədər uzun müddət yatmağı. Deməli əsas gecə yuxusunu biz qorumalıyıq. Bəli, gündüz dincəlmək istəyirsən, təbii ki, orada heç kim oyatmırdı onu. Ona görə uzun yatırdı. Oyatsalar da geri yuxuya qayıda bilirdi. Amma idarə edə bilirsinizsə 30-45 dəqiqə mürgüləmək istəyirsə və bu uşaq həqiqətən bunu istəyirsə, məcbur yatmırsa, əlbəttə ki, olar. Uşağın halına baxmaq lazımdır. Bəli. Yuxusuna ehtiyacı varmı, yoxsa ehtiyacı yoxdur? Əgər ehtiyacı varsa 5-6 radələrində uşaq hardasa sızıb qalır. Məsələn, gözündən yuxu tökülür, axşama doğru aqressiv olur, ağlayır. Biz bilirik ki, bu uşaq günorta yatmayıb və bunun aqressiyasını bizə göstərir. Ümumiyyətlə fikir verirəm ki, belə bir bəzi insanlar elə düşünür ki, gün işıqda yatıstırsam, televizor səsində yatıstırsam öyrəşəcək və həmişə belə harda qoysam orada da yatacaq. Bu doğru üsuldur. Həqiqətən öyrəşir uşaqlar belə. Yoxsa olmaz belə. Mən həmişə onda soruşuram ki, yetişkindən siz yatanda evin ən səsli, ən işıqlı otağını seçirsiniz? Deyir, yox. Ən qaranlıq, sakit, sərin otağını seçirəm. Bəs bu uşaq niyə elə yatmalıdır? Uşaqdır deyə. Uşaq üçün də ən sərin, qaranlıq, sakit otaq olmalıdır. Bəzi valideynlər hətta otaqdan çıxır, yaşayışı dayandırır ki, uşaq oyanmasın. Bu da doğru deyil. Yəni siz məişət, uşaq bilməlidir ki, həyat davam edir. Məişət səsləri normaldır. Təbii ki, ürküdücü səslər yox, amma qab yuyursunuz, məsələn, evdə gəzirsiniz. Bunlar normal səslərdir. Amma mən uşaq yatsın deyə məsələn görmüşəm, nənələr, babalar Xoşqədəm xanımın verilişindən baxırlar. Orada çox səsli küylü verilişlərə baxırlar. Amma uşaq orada deyir ki, yatsın, eybi yox. Bu doğru deyil. İşıqsız, qaranlıq, sərin otaq olmalıdır. Bu uşağın, buna deyirlər yuxu gigiyenası. Hər bir uşağın yuxu gigiyenası təmin edilməlidir ki, keyfiyyətli yuxu yatsın. Qorxudaraq yatızdırmaq məsələsi var bir də. Daha çox köhnə nəsildə var. Bəli. Hətta deyəsə bu bir adət kimi olub ki, qorxuducu nəsə danışırsan, şeirlər və uşaq qorxaraq yatır. Bu necə təsir eləyir uşağa, həm yuxusuna, həm gələcəkdə? Ümumiyyətlə bizim böyük olandan sonra da yuxumuz uşaqlıqda necə öyrəşmişiksə, ondan asılı olur. Mütləq təsiri var, bəli. Ümumiyyətlə birinci bu döngüdən necə çıxa bilirik? Məsələn, indiki nəsil nə hansı ki yanlışı görə bilir ki, məsələn mən qorxudularaq yatmışam, yatızdırılmışam və bu doğru deyil. Onlarda bitir artıq bu. Deyirsiniz ki, adət halına çevrilib, ona demək istəyirəm ki, amma eləsi də var ki, deyir, anam məni belə yatızdırıb, nə olub ki, mən də belə eləyirəm və bunu səhv kimi görmür. Amma əlbəttə ki, hər bir işdə olduğu kimi bu işdə də, yəni qorxudularaq nəsə etdirmək doğru deyil. Bugün üçün uşaq sizdən qorxub yata bilər. Amma biraz böyüyəndə o xoxanın doğru olmadığını biləndə ki, xoxan deyə bir şey yoxdur həyatda, o qorxmayacaq və sizi eşitməyəcək, yatmayacaq. Uşaq həqiqətən başa düşməlidir ki, mən niyə yatıram? Təbii ki, bu 5-6 aylıq bir bəbəyə aid deyil, onu biz izah edə bilmərik, hərəkətlərimizlə göstərəcəyik. Amma danışdığımız, ünsiyyət qura bildiyimiz bir uşağı qorxudaraq yatızdırmaq, onun qorxulu yuxularına səbəb olacaq. Getdikcə o ətrafında qorxduğu əşyalar, insanlar artacaq. Məsələn, xoxan, qaranlıq
uşaqlar bir ailə uşağı işıqda yatızdırırlar ki, qaranlıqdan qorxar. Halbuki o ana bətnindən qaranlıq bir yerdən çıxıb onsuz da. Niyə qorxsun ki? Amma biz o qorxunu onda yaradırıq. Ora getmə. Məsələn, 1 yaşı var uşağın, 1 yaş yarımdır, yeriyə bilir. Ora getmə, orada qaranlıqdır, xoxan səni yeyər. Belə-belə uşağa qorxu anlayışını aşılamış oluruq və bu təbii ki, yuxuya da təsir Ona edir. görə gecə oynanda artıq qaranlıq görəndə qorxur. Qorxur və ana deyir ki, yox, işığı yandırmasam sakitləşmir. Axı bunun əvvəli var idi. Bəs neçə yaşa qədər uşaq ana ilə yata bilər? Elə uşaqlar var ki, 7 yaşına qədər yatır. Kimsə 2 yaşında ayırır. Məncə bu normaldır 2 yaş. Mən də elə ayırmışdım 2 yaşında. Kimsə ümumiyyətlə doğulandan. Bu da normaldır. Normaldır. Hansı daha yaxşıdır uşaq üçün? Mən deyərdim ki, bu bir seçimdir. Təbii ki, indi deyəcəm norma çərçivəsində. Məsələn, sizin seçiminiz olub ki, şuurlu şəkildə bunu seçmisiniz ki, mən 2 yaşına qədər istəyirəm övladımla yatım. Bu onun üçün psixoloji olaraq daha yaxşıdır və şuurlu şəkildə 2 yaşında ayırmısınız, düzdürmü? Burada heç bir problem yoxdur. Və yaxud da ana gələndən deyir ki, mən qorxuram, yatanda özümü bilmirəm necə yatıram, onu əzərəm, incidərəm. Gələndən yerində yatızdırır. Və yaxud da ki, next beşiklərində yatızdırır, ana yanı beşiklərində bitişik yatırlar və burada da problem yoxdur. O məncə ideal variantdır. Məncə də. Çünki həm öz yeri var, amma həm yeri var, öz yeri var, həm yox kimi bir şeydir. Ana ilə yapışıqdır. Amma bunu niyə şuurlu, şuursuz deyə bir başlıq qoyuram? Yəni məlumatsız şəkildə gələndən axışa qapılaraq məndən yatdı qaldı, biraz böyüdü məndən yatdı qaldı və biz ana ayılır ki, uşağın 8 yaşı var, hələ də ana ilə yatır və təəssüf ki, mən daha böyük uşaqlar görürəm ki, ana ilə yatan və ana bunu normal qəbul eləyir. Yəni deyir ki, nə var ki burada? Neçə yaşa qədər sizcə normaldır? Məncə əgər ana seçirsə, bu 2 yaşa qədər normaldır. 3 dəfə, daha doğrusu 3 yaş, 5 yaş bu artıq yəni uşağa da təsir edən bir şeydir. Həm də ki, sərhədləri biraz bilməlidir uşaq. Məhrəmiyyət deyilən bir şey var. O məhrəmiyyət anlayışını uşağa aşılamaq. Təbii ki, ana orada tək yatmır. Ana, ata birlikdə yataqda yatır. Bəzən olur ki, atanı çıxardırlar otaqdan, 2 il uşaq ana ilə yatır. Bu da təbii ki, ailə münasibətlərinə mənfi təsir edir. Hiyerarxiyanın pozulması. Bəli. Ona görə uşaq bilməlidir. Atamın yeri var, anamın yeri var. Ana ilə yatıram, mən özümü dərk eləyəndə artıq keçdim öz yerimə, artıq burada mənim yatağımdır və mümkündürsə həmin vaxtlarda da elə otağı ayırmaq, əgər imkan varsa. Ümumiyyətlə yuxunun keyfiyyətli olması üçün ümumi hansı tövsiyələri verə bilərsiniz? Nələrə diqqət eləməliyik ki, həm gün ərzində, həm yeməyində, hər bir şeyində? Ümumiyyətlə uşaq evə gəldi, doğuldu, evə gəldi. Ana birinci onu tanımağa çalışır. Ümumiyyətlə bu uşaq temperament olaraq necə bir uşaqdır? Daha təlimdə də uşağın xarakterinə görə bölünür uşaqlar. Kitab xarakterli uşaqlar var, nazlı, aqressiv. Yəni uşaq gələndən onsuz da rəngini bəlli eləyir ki, mən necə bir temperamentdəyəm. Kolik uşaqdırmı, yoxsa sancıları normal səviyyədədirmi? Ana biraz tanıyır, sonra 6-cı həftədən yavaş-yavaş başlayır rutin qurmağa. Səhər oyanma saatını dəqiqləşdirir. Məsələn, 7-8 arası günə başlayaq. Axşam yatma saatını bəlirləyir. Lap uşaq yuxuya getməsə belə 8-9-dan otağa salır və yatmağa gəlmişik. Yəni sən yatmasan da 1-ə qədər oyaq qalsan da otaqdayıq. Və uşaq başa düşür ki, qaranlıq düşdü, mənim yatmaq vaxtımdır, səhər açıldı, mənim oyanmaq vaxtımdır və gündüz yuxuları həmən vaxtlarda rejimsiz ola bilər. Bu normaldır. Yeni doğulan uşaqda hələ yuxu hormonları aktivləşməyib, 3 aya qədər melatonin hormonu ifraz olunmur. Sonradan yavaş-yavaş o da oturur öz yerinə. Oyanıqlıq müddətinə diqqət eləyir ana, yuxu öncəsi rutinlər eləyir. Mən düşünürəm ki, 6 həftədən sonra, yəni 40-ı çıxandan sonra belə el arasında 40-ı çıxandan sonra deyirlər, yavaş-yavaş artıq düzənə salmalıdır. Yuxu gigiyenası, gigiyena dedikdə qaranlıq otaq, sərin, sakit otaq, daha sonra yuxu öncəsi rutinlər və oyanıqlıq müddətinə diqqət etmək. Yəni yeni doğulan uşaq məsələn 45 dəqiqədən bir yatır. Amma evdə də kimsə varsa deyir indicə durmuşdu. Onu qidalandırıb altını təmizləyənə qədər onsuz da 45 dəqiqə keçir. Məndə də elədir. Məndə yarım saatdan bir yatırdı. Lap tezə doğulanda yarım saat olur. Yəni deyir ki, ver oynadaq. İndi lap balacadır, onsuz da oynadılar. Kim gəlirdisə yatırdı uşaq. Yəni onsuz da balacadır, oynamaq olmur ondan, amma aparırlar. Məsələn, uşaq 2 saat keçir, 3 saat keçir, uşaq oyaq da hələ də başlayır ağlamağa, yorğunluqdan dirənir. Ana da şikayətlənir ki, yox, uşağım yatmır, nəsə bunda problem var. Amma oyanıqlıq müddətinə mütləq diqqət etmək, çox sadədə onu tapmaq, indi dövrümüzdə hər məlumata çatmaq çox asandır. Oyanıqlıq müddətinə diqqət etmək, bunların hamısına diqqət etdikdən sonra yavaş-yavaş gördükdə ki, hansı bir şeyə qarşı asılılıq yaranıb,
onu yavaş-yavaş aradan qaldırmaq. Onsuz da təlim öncəsi müşahidə dövrü olur. Ananın qeydlərindən biz bilirik ki, uşağın rejimi hansı vəziyyətdədir, varmı, yoxmu? Sonrasında işləməyə başlayanda artıq tam olaraq uşağa bələd olmaq olur ki, bu necə bir uşaqdır, Necə ona yanaşmaq, necə reaksiya verdi. Biləsə var ki, sakit, normal, etiraz eləyir, amma komfort zonadan çıxmaq istəmir ona görə. Amma eləsi var, dəhşət. Ən tez neçə aylığında sizdən təlim götürüblər yatmaq üçün? Mən 5 aydan tez qəbul eləmirəm. Siz 5 aydan, 5 ay, 4-cü ayda yuxu reqressiyası var və uşaq o dövrü çətin keçirir. Mən yeni doğulan dövründə o uşağa dəstəksiz yuxu təlimi versəm belə, hansı ki verə bilərəm, məndən heç nə getməyəcək, mən valideyni düşünürəm. 4-cü ayda reqressiya yaşayanda o uşaq onsuz da yata bilmir. Ana da deyir ki, yata bilmir onsuz da dəstək verim yatsın və 5-ci aydan yenidən pozulur. Yəni valideynin haqqı var desin ki, bəs vermişdi axı nə oldu? Niyə pozuldu bu? Yeni doğulan dövründə təlimlərimiz mövcuddur, amma doğru təməl qoymaq üçün. Hansı ki, ana yanlışlar etməsin, nə normaldır, nə normal deyil, bunları bilsin. Hazırlansın. Bəli, bəli. Çünki o təcrübəsiz ana bəlkə olur ki, ilk dəfə də ana olur. Ətraf müdaxilə çox olur. Biri gəlir işıqda yatızdır, biri gəlir yox qaranlıqda yatızdır. Biri deyir tez-tez məmə ver, biri deyir qucağa öyrətmə və ana bilmir hansı doğrudur. Ən yaxşısı mütəxəssisdən, bilən adamdan məsləhət götürməkdir ki, hansını eləsən və mənim uşağım üçün hansı daha doğru olar, hansı daha xeyirli olar. Bəli, bəli. Çünki internetdə də məsələn araşdırsanız yuxu təlimindən bunun üçün kitablar da var, məlumatlar da var, amma deyim ki, heç biri detalına qədər yazılmayıb. Çünki orada uşağın xarakterinə görə yanaşmırlar. Düstur kimi yazıblar ki, 2 üstə gələ 2 4 olacaq. Otağa qoyacaqsan 15 dəqiqə sonra uzaqlaşacaqsan, 20 dəqiqə sonra uzaqlaşacaqsan. Artıq uşaq reaksiya verəndə ana bilmir nə etməlidir. Deyir yəqin nə isə səhv etmişəm, ya əvvəlki vəziyyətinə qaytarır. Bəlkə onun uşağı üçün heç bu metod bəli, doğrudur. Aydındır Salih xanım, sizinlə söhbət çox xoş oldu. Mənim üçün də çox xoş idi. İnşallah yenə görüşərik. İnşallah. Sağ olun. Sağ olun. Dəvətiniz üçün təşəkkür edirəm.